Sualı bir dəqiqədə etməyə çalışaq. Başlayaq. Hər tərəfi kvadrata yüksəldirəm. Birincinin kvadratı çıxaq. Birinci ilə ikincinin hasilinin 2 misli. Üstəgəl ikincinin kvadratı. Sadələşdirsək. 28 çıxaq. 2 kök altında 81. Üstünə də 8 gəl 171. B kvadratını tapsaq buradan. 17'nin üzerine 11 gələk bir dəfəlik. 28 çıxaq. 2 kök altında 7'ni 1'ə vur 7. 7'nin üstünə 1 gəl 187. C kvadratı bərabərdir. 15 üstə gəl 13 yenə 28 eləyir. 2 kök altında 15'i vur 13'ə. 5 3 15 8 185 eləyir. İndi ABC-ni necə müqayisə eləyək? Fərq olduğu üçün 28'dən kiçik ədədi çıxsam böyük qalar. Böyüyü çıxsam kiçik qalar. İndi burada ən böyük kiçik olan olacaq da. A böyükdür C. O da böyükdür B olacaq. Bir dəqiqəyə həll etdinizsə əhsən sizə.